Nizami rayonu ərazisində qeydə alınmış həmin bu qəza zamanı piyadanı maşın vurub və o elə hadisə yerində dünyasını dəyişib. Gecə paytaxtın Nizami rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Rasim Verdiyev üzü Köroğlu metrosu istiqamətində hərəkətdə olarkən idarə etdiyi Hyundai marka avtomaşınla piyada 40-45 yaşlarında şəxsiyyətə də ki məlum olmayan kişini vurub. Piyada aldığı zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı sürücü ailə üzvləri ilə birlikdə evinə gedirmiş. Qardaşım dediyinə görə gəlirdim 80-lə sürət həddi olduğu qədər sürətlə gəlirdim. Çıxdı riski qabağıma yığışdıra bilmədim maşını. Elə nə qədər tormuz edirəm, yəni çatdırmaq olmadı da. Özüm verdi qabağa, özü də biraz nə bilim keçid olmayan yerdən gəlibdi. Keçid olmayan yerdən vurubdu düz radarın altında. Vurdu, rəhmətə getdi. Hadisə şahidlərinin sözlərinə görə dünyasını dəyişən piyada artıq bir neçə gün imiş ki, hər axşam Heydər Əliyev prospektinə gəlirmiş. O, özü ilə bərabər gətirdiyi oturacağı yol ayrıcında quraşdırılan kiçik dirəklərin yanına qoyaraq orada əyləşib maşınları seyr edirmiş. Ötən gecə isə o, qəfildən prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsindən yola çıxıb. Bu zaman isə piyada Hyundai marka avtomaşın zərbəsinə düşkəlib. Qəzadan sonra hadisə yerinə Nizami rayon polis idarəsinin əməkdaşları cəlb edilib. Sürücü Rasim Verdiyev isə izahatının alınması üçün idarəyə aparılıb. Gəl oturaq gedək də, siz gəl. Qəzanın dəqiq səbəbləri və dünyasını dəyişən piyadanın şəxsiyyətini müəyyən etmək istiqamətində isə araşdırmalar davam edir. Bu araşdırmalardan sonra isə yol nəqliyyat hadisəsinin dəqiq baş vermə səbəblərinə də aydınlıq gətiriləcək.